اللهم صل على محمد وآل محمد. بسم الله الرحمن الرحيم. اللهم حبب إلي فيه الإحسان وكره إلي فيه الفسوق والعصيان وحرم علي فيه السخط والنيران بعونك يا غياث المستغيثين. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين وصلى الله على سيدنا ونبينا وعلة وجودنا محمد وآله الطيبين الطاهرين الذين أذهب الله عنهم الرجس وطهرهم تطهيرا. Mübarək Ramazan ayının 11-ci gününün duası və onun şərhi. Allahümme habbib ileyye fihil ihsan. Ey Allah, bugünkü gündə ihsan etməyi, yaxşılıq etməyi mənə sevdirginən. Və kərrih ileyye fihil fusuqa vəl isyan. Füsuq, pozğun işləri, günah işləri mənə sevdirməginən, onlara qarşı pis işlərə, günah işlərə qarşı mənim qəlbimdə ikrah hissi yaradginən. Və hərrim aleyyə fihi səxətə və niran. Allah öz qəzəbvi, cəhənnəm odunu, əzabı mənə bugünkü gündə həram etginən, öz əl tutmağınla köməkliyin xatirinə, ey pənah diləyənlərin ən uca pənahgahı olan, sığınacaq istəyənlərin sığınacağı olan, pənahı olan Allah. Bəli, ey Allah, bugünkü gündə mənə ehsan etməyi sevdirginən. Dəyərli bazı qardaşlarım, ehsan etmək, yaxşılıq etmək iki cür. Bir insan özünün özünə yaxşılıq etmək. İlk əvvəl insan gərək özünü də düşünsün ki, özünə pislik etməsin. Özünü cəhənnəmə tuşlatmasın, özünə yazığı gəlsin, özünə rəhm etsin. İlk əvvəl yaxşılığı gərək özünə etsin. Hədislərdə oxuyuruq, bir gün bir tayfa, bir elin insanları Həzrət Səlman-ı Farsiyə məktub yazdılar ki, sən Peyğəmbər əleyhissalamın səhabəsi və sən onun dostu olmusan və biz səndən bir öyüd, nəsihət, moizə istəyirik ki, bu məktub yazmışlar. Həzrəti Səlmanın onlara olan tövsiyəsi, moizəsi bundan ibarətdir ki, la təzlimu əhibbâəkum, heç zaman sevdiklərinizə zülm etməyin. Bizcə bu cümləni. Qaldılar, dedilər, sən böyük bir kişi, biz qat-qat çoxlu, iri məzmunlu cümlələr istəyirdik. Yəni, elə bir söz yazdın ki, bunu hamı bilir. Kim öz dostlarına, öz sevdiklərinə, yəni öz oğul uşağına, övladına, öz əhibbasına kim zülm eləyər? Yəni, belə bir sadə bir söz, bunu biz özümüz onsuz da bilirdik. Dedi, yox, sevdikləriniz deyəndə ilk əvvəl özünüzə zülm eləməyin. Allahın sözündən çıxmayın. Özünüzü cəhənnəmə tuş gətirməyin. Bəli, Allah bugünkü gündə mənə ehsan etməyi sevdirgin. Həzrət İmam Sadiq əleyhissalam buyurdu, yəni onların sualına cavab verdi ki, ehsan etmək, İzə səlləytə fə əhsin rükûəkə. İnsanın özü-özünə diqqət eləməsi, ehsan etməsi. Birinci budur, namaz qılanda öz rükuva yaxşılıq elə. Öz səcdəmə yaxşılıq elə, ehsan elə. Fə əhsin rükûəkə və sucudəkə. Öz rükuva, səcdəmə də yaxşı. Yəni, rükunu kamil şəkildə yerinə yetir. Səcdəyə gedəndə kamil şəkildə, dürüst, gözəl şəkildə. O cürə ki, Peyğəmbər əleyhissalam buyurubdur. O cürə ki, Əhl-i Beyt əleyhissalam buyurubdur. O cürə ki, Allaha xoş gedər. Tam dürüst rüku, səcdəni, namazını tam dürüst yerinə yetirginəm. Və izə sumtə fətəvəqqə kulləmə fihi fəsadı sovmik. Oruç tutanda, orucuva da yaxşılıq elə. Öz sözümüzdən, öz tutduğun oruca da yazığın gəlsin. Ona zülm eləmə, ona da yaxşılıq elə. Necə? Bütün o oruca fəsad yetirə biləcək şeylər ki var, onlardan orucumu qoru günah.
Hər bir əməl ki görürsən Allah üçün, hər bir iş ki görürsən xumusdur, zəkatdır və s. minnət qoymaqla, riyakarlıqla, onu yayıb başqalarına göstərməklə, ki, bəlkə zay etməklə, bütün və kullu əməlin tə'məluhu lillah. Allah üçün hər nə gördüyün iş var, onlara yaxşılıq elə, onları zay etmə. Ki, onları çirkinliklərdən pak elə, yəni niyyətə xələl gətirməklə, əməllərimə xələl gətirməklə. Bəli, yaxşılıq etmək iki cürdür. Dəyərli bacı qardaşlarım, bir var insan özünün özünə yaxşılıq etmək. Bu da vacibdir, ümdədir. Və bir də var ikinci növ ihsan ki, insan başqalarına, qeyrilərinə yaxşılıq etmək. Bəs bugünkü deyir ki, Allah mənə ihsan etməyi sevdi. Həm özümə qarşı, həm də digərlərinə qarşı, başqalarına qarşı mən ihsan edənlərdən olum. İnne rahmetallahi qaribun minel muhsinin. Allah Teala buyurur Kur'an-ı Kerim'de, Allah'ın rəhməti ihsan edənlərə yaxındır. Allah'ın rəhməti onlardır. Əli aleyhissalam buyurub ki, el-ihsan məhəbbətul insan. İhsan insanın məhəbbətini ələ gətirir. Yəni, əhsin ilə mən şi't. Həzrət buyurur, kimə istəyirsən ihsan et, yaxşılıq et, kun əmirəh. Ol giren onun ağası. El-insan abdul ihsan. İnsan yaxşılığın quludur. Bir kəsə, başa düşənə yaxşılıq edirsən, ihsan edirsən, ömür boyu sənə minnətdar olar. Sənin qulluğunda olar, sənin xidmətində özün ki, borc bilər özünə ki. Çünki insan yaxşılığa özün qul bilir. Və Allah Kur'an-ı Kerim'de buyurur ki, Həl cəzaul ihsan illəl ihsan. Ey insanlar, ey müminlər, yaxşılığın mükafatı, əvəzi yaxşılıq deyilmi? İn əhsəntum, əhsəntum li ənfusikum. Başqa bir yerdə Allah Teala buyurur ki, əgər yaxşılıq etsəniz, bilin ki, özünüzə yaxşılıq etmiş olarsınız. Bəs bu rivayəti o gündə oxuduq ki, Həzrət Əli aleyhissalam buyurubdur ki, mən heç kəsə yaxşılıq etməmişəm, mən özümə yaxşılıq etmişəm. Mənası budur ki, yəni başqalarına nə yaxşılıq etmişəmsə, onların əcrini, mükafatını Allah Teala mənə qaytarıbdır. Ki Allah Kur'an-ı Kerim'de buyurur ki, kimə yaxşılıq etsəniz bilin ki, o yaxşılığı ilk əvvəl özünüzdə etmiş olarsınız. Allah bugünkü gündə ihsan etməyi mənə sevdir və kərrih iləyyəl fusuq və kərrih iləyyə fihil fusuq vəl isyan. Bugünkü gündə pis, fasik, pozğun işləri, günah, məsiyyət işləri ki, mənə sevdirməklə, onlara qarşı qəlbimdə ikrah hissi oyadqilə. Əhl-i Beyt əleyhissalamdan yetişən hədis rivayətlərdə oxuyuruq. Yəbnə Adəm, ey Adəm oğlu, ey Adəm övladı. Allah Teala belə buyurur, ey Adəm övladı. Uzkurni ində qəzəbik, əzkurka ində qəzəbi. Sən qəzəbləndiyin vaxtı məni yada sal. Qəzəbləndiyin vaxt qəzəbin sənə güc gəlib, günaha mürtəkib olma. Allah'ı yada sal ki, Allah da sənə qəzəbləndiyi vaxt, Allah da səni yada salsın. Allah Teala yaxşı işləri, ihsan etməyi, həm özümüzə, həm digərlərinə ihsan etməyi, yaxşılıq etməyi Allah Teala bizlərə sevdirsin və bizi bu yolda müvəffəq eləsin. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu.